Manqalım var, maşam var. Deyirəm, ən yaxşısı, mən gedim biraz odun toplayım. Gəlim, ocağı yandırım, manqalı yandırım. Həm burada yaxşı yemək bişirə bilərəm. Yemək hardan alacağım? Təbii ki, balıq tutacağım, göldən balıq tutacağım. Sonra da çay dəmləyəcəm. Konfetdən danışacaq dostlar, tam mövsümü gəlir. Mövsümə uyğun olaraq bir çox insanların, artıq böyük təcrübəyə malik insanların elə öz ətrafına dostlarını yığaraq konfetlərə çıxmaq vaxtıdır. Amma burada bir peşəkar təcrübəsi, peşəkar məsləhətinə də ehtiyac var. Deyəsən, mənim odun yığmama ehtiyac qalmayacaq. Yəqin Rəşad meşəyə odun yığmağa gedib. Rəşad, haradasan? Rəşad! Rəşad təcrübədən keçirdir çadırı ki, görsün ki, bu çadır... Çadır aləmdir ya. Yaxşıdır. Təsəvvürlə buradan bax, açırsan, çıxırsan, bir təbiətlə bir salamlaşırsan. Gözəl bir mənzərə. Gözəl mənzərə. Təbii ki, seçimimizdən asılıdır. Dağ mənzərəsi ola bilər. Gözəl bir göl ola bilər, ətrafında ağaclar, gözəl bir qamışlar. Meşəlik. Meşəlik, ay sağ ol. Bax, bu ab-havanı təsəvvür eləyibən biz... Ay, xoşuma gəldi. Stüdiyamız necə gözəl görünür. Çadırın içi də çox maraqlıdır, çox genişdir və çox komfortludur. Bu yeni bir çadırdır. Bundan öncə də dəyərli qonağımız... Keçən dəfə sən də iştirak eləmişdin, amma biraz alçaq idi. Bu daha geniş. Sanki bir evdir, bir otaqdır. Dostlar, biz konfetdən danışacağıq. Ekrana yaxın əyləşin. Bilmədiyimiz məqamları bax, buradan öyrənəcəyik, biləcəyik studiyamıza dəvət etdiyimiz qonağımızla. Qonağımız isə çölçü, ovçu, Cavad Cavidovdur. Sabahınız xeyir olsun. Cavid Cavadovdur. Sabahınız xeyir olsun. Hoş gördük sizi. Hoş gəlmişsiniz. Bir anlıq özümüzü hiss elədik bu mənzərədə. Laf yaxşı. Çox sağ olun, təşəkkür edirik sizə. Sağ olun, dəvətiniz üçün. Yeri gəlmişkən elə də Səbinə əyləş zəhmət olmasa. Mən deyirəm əyləşək bir çadırın ətrafında. Hə? Necə məsləhətdir? Buyurun. Necədir işlər? Hansı yerləri bax məsləhət görürsünüz, xüsusilə iyun ayında? Deyəyin ki, aylara görə gedəcəyimiz məkan seçimləri də doğru düzgün edilməlidir. Ümumiyyətlə, hal-hazırda tam olaraq kamp turizmi mövsümüdür. Bu aylarda, yayın öncəsi, may ayından başlayaraq, hətta bəzi həvəskarlar var, aprel ayından başlayaraq artıq kamplara üst tuturlar. Və ovçular, balıqçılar da hal-hazırda mövsüm bağlı olduğuna görə, amma təbiətdən zövq almalıdır axı insan, ona görə kamplara üst tuturlar. Azərbaycanda ümumiyyətlə kamp turizmi perspektivi çox böyükdür, çox genişdir. Təbiətimiz gözəldir, bunu hər kəs bilir. Amma hər yerdə kamp qurmaq olarmı? Bu böyük bir sualdır. Çünki burada ilk növbədə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Hansı qaydalardır onlar? Sadalasaq? Baxın, bizim meşələrimizdə, ümumiyyətlə təbiətimizdə şir, pələng olmasa belə, canavar var, ayı var. Qafqaz bəbiri var. Bəli, əlbəttə, artıq tam içərilərdə. Qonur ayı var. Əsas bizdə ən təhlükəlisi ayıdır. Bəli. Xaltalı ayı da var, qonur ayı da var. Çox vaxt həvəskarlar gedib çadır qururlar, deyək ki, kabab bişirirlər, yemək bişirdi falan filan. Axşam da yeməyin qalıqlarını elə çadırın yanında qoyur. Qoxu. Ən böyük təhlükə ilə buradan başlayır. Ən böyük təhlükə də bundan başlayır. Bəli, o qoxu məsələsi var ki, heyvanları cəlb edir. İkinci bir təhlükə, əksər hallarda çadır qururlar, selfie çəkilişlərində və s. maraqlı olsun deyə tonqalı çadıra yaxın qururlar, ətrafında otururlar. Tonqalı söndürməmiş keçib yatırlar. Bu da daha bir təhlükə. Bu ikinci bir təhlükədir. Meşənin yanğın təhlükəsi, kamp ərazisinin yanğın təhlükəsi. Bu kimi bir çox o təhlükəsizlik qaydaları var. Əslində çox sadə görünür kənarlar. Nə var? Yəni gedəcəyik, məkan seçəcəyik, çadırı quracağıq. Bizə lazım olan avadanlıqlar yanımızda varsa, deməli sərbəst şəkildə kamp qura bilərik, anlayışı doğru və düzgün deyil. Təbii ki, müəyyən o aylar var ki, fəsillər var ki, ona uyğun da biz məkan seçimində diqqətli olmalıyıq. Misal üçün, çox yəqin ki, çay kənarında olmaz, daşqın ola bilər. Bu, yenə siz dediyiniz kimi, mövsümə bağlı bir məsələdir. Bəzən olur ki, yaxınlaşırıq, çay nə gözəldir, çayın lap yaxınlığında bir kamp quraq. Axşam dağda sel oldu, leysan yağdı, çay böyüdü, kampı yuyub apardı. Ələxsus nəzərə alsaq ki, əziz dostlar, bu il aprel ayları, aprel, may çox yaxın keçdi bölgələrdə. Məsələn, amma məncə bu müəyyən
belə deyək, təhlükəsizlik qaydaları var ki, elementar. Bunlara mütləq və mütləq əməl etmək lazımdır. O ki, qaldı sizin bu ləvazimatınıza. Mən biraz əvvəl içəridəydim. Bunu bax belə açıb bağlayırdım. Çox möhkəmdir. Bəli. Hətta Cavit bəy. tamaşaçılar deyə bilər ki, cırılar, ya necə? Yox. Yox. Əslində çox Burada rahat. 3 çadır gətirib. Mən istərdim bunlar barədə 3 çadır gətirmisiniz. Bunlar hansı aylarda, hansı fəsillərdə və harda təşkil olunan kamplarda istifadə oluna bilər? Bəlkə tamaşaçılarımız hazırda izləyirlər, almaq istəyirlər sizin məsləhətlərinizdən sonra. Onlar da yəqin ki, uzun müddətli olmaz, bir neçə günlük kamplara getmək istəyirlərsə, məsləhətlərinizi eşidək, məhz çadırla, yəni gecələməklə bağlı. Çadırlar ən başda 2 hissəyə ayrılır. Bəli. Bu hiking çadırlar var, yəni Hansı? gəzinti. Hiking. Gəzinti çadırlar. Gəzinti. Məsələn, o kiçik çadır. Hansı ki, yığıldıqda çəkisi çox yüngüldür. Biz rüqzaqımıza, çantamıza qoyub Bəli. hara istəsək Bel apara çantası bilərik. kimi apara bilərik. Bəli, bəli, apara bilərik. Amma bu 2 çadır, bunlar yığıldıqda çəkisi çox ağırdır. Ona görə bunları daşımaq mümkün deyil. 15 kiloqram budur, 13 kiloqram budur. necə Yəni bunları daşınır? daşımaq olmur. Avtomobildə və xüsusi... Bəli, avtomobildə və ya kvadrotsikllarda və s. baxır. Bu çadırlar əsasən ailəvi kamplar üçündür, yalnız istirahət üçündür, ekstrem üçün deyil. Ekstremal hava şəraitinə uyğundur, yağışa da dözür, qara və s. baxır. Dözümlüdür, bəli. Amma bir dənə nüans o daşınma məsələsinə görə daha çox komfortlu kamplar qurmaq üçündür. Maşınla gəldin, saxladın, təbiətdə, gölün kənarında və s. qurdun, bir həftə belə rahat qalmaq olar. İkisinin fərqi isə ondan ibarətdir ki, bu alt hissəsi yoxdur bu çadırın. Bu çadır həm də balıq Döşəmə ovu hissəsi, üçün. belə deyək. Bəli, bəli, döşəmə hissəsi yoxdur. Bu da bağlanır. Hə, balıq ovu üçün əsasən qonşu ölkəmiz Rusiyada buz bağlamış göllərin üstündə balıq tutmağa tam bu olaraq gölün yararlıdır. üstündə? Bəli, bəli, gölün üstündə qurursan, alt Buz hissədə... örtüyünün üstündə. Bəli, bəli, bəli. Onun üçün də yarayır. Bu çadır isə sırf yaşamaq üçündür, belə deyək, kampda qalmaq, Baxın, belə yaşamaq bağlanır, çox tarım olur. Bərkdir, materialı da bərkdir. Həm də bu konstruksiya iladır, bu isə hava iladır. Bu hava ilə dolur. Hava ilə Bu necə? çadır. Hava ilə dolur, nasosla. Bəli, xüsusi nasosu var bunun. Bəli, bəli. Amma Konstruksiyası çox, yox. mən reklam arası siz hazırladınız da. Çox belə rahat, çox praktik. 6-7 dəqiqəyə hazır olur. Hazır olur. Bəli, bəli. Mən deyirdim, düşünürdüm o əvvəlki dönəmlərdə vardı, təkərləri doldururlar. Tez olur. Tez olur. Bəli. Bunun amma xüsusi konstruksiyası O var. konstruksiyadır, bəli. Zond kimidir. Çəkdin, o da 2-3 dəqiqəyə hazır olur. Ən son harda kampda olmusunuz? Bu yaxınlarda getdiyiniz sonuncu kampdan bizə danışardınız. Necədir vəziyyət getdiyiniz yerdə və ümumiyyətlə yay fəslində hara, hansı bölgələrimizə, hansı ərazilərə getməyə məsləhət görürsünüz ki, ora daha az təhlükəsiz, məsələn, sürünənlər ola bilər həmin ərazilərdə. Xüsusən indi aktivləşirlər. Bəli, hansısa həşəratlar ola bilər. Onlardan da qorunmaq üçün yəqin ki, müəyyən o tibbi ləvazimatlar yanımızda olmalıdır. Bəli. Ümumiyyətlə, tibbi ləvazimatlar daim yanımızdadır. Çünki bilmək olmaz təbiətdə nə ola bilər. Biz daim buna hazır olmalıyıq. İkinci məsələyə gəldikdə isə sürünənlər və s. bu ilanlara aiddir, əqrəblər və s. baxır, təhlükəli olanlar. Bunun qarşısını almaq üçün istənilən bir yerdə kamp qururuqsa, 20-30 kvadrat əraziyə, haradakı daimi olaraq otururuq, istirahət edirik. Kükürt tozu səpmək kifayət edir. Kükürt tozu. Kükürt tozu. Bunu istixanalarda da istifadə edirlər. Kükürt tozu səpmək kifayət edir ki, ora nə əqrəb, nə ilan yaxın gəlməsin. Bunu insana hansısa bir nəfəs yolu yəni, lazımi miqdarda istifadə etdikdə heç bir ziyanı yoxdur. Nə dərəcədə doğrudur? Sarımsaq da işə yarayır, belə deyək. Sadəcə sarımsaq biraz əziyyətlidir, həm də daha baha başa gəlir. Amma kükürt tozu ucuzdur, toz halındadır, daha rahat səpilir və s. baxır. Amma ağacı qanadlardır, arıdır və s. bunun üçün xüsusi preparatlar var. Yandırırsınız, hətta hal-hazırda artıq müasir dövrdəyik. Heç üstüyə ehtiyac yoxdur. Sprey də var, hətta aparat da var. İnsan eşitmir o səsi, amma ağacı qanadlar, həşəratlar eşidir və yaxın gəlmir. Ultra bənövşəyi bəli. görüntüləri də var onun. Yaxın gəlmir və rahat, komfortlu kampımızı edə bilirik. Gözəl. O ki, qaldı sonuncu kampınız, axırıncı dəfə hara getmişsiniz? Bu barədə danışır və hansı əraziləri məsləhət görürsünüz? Bölgələrimizdə məhz yaz aylarında, yay aylarında. Bəli, sonuncu dəfə Samur Yalama Milli Parkına getmişdik. Bu Nabran ərazisinə düşür. Meşəsi çox gözəldir, xüsusən yaz ayında. Yayda artıq biraz istidir, orada nəmişlik çoxdur. Amma yaz ayında çox gözəldir. Hər kəsə məsləhət görürəm getməyə və tam qanuni olaraq orada kamp qurmaq olar. Bileti var Milli Parkın, alırsan icazə ilə və orada istirahət edə bilirsən.
təbii içməli bulağı da var, meşəsi də var. Ay, Hansı nə gözəl. təhlükəsizlik qaydalarına mütləq və mütləq riayət olunmalıdır? Baxın, ilk növbədə dediyim kimi, əgər ilan sürünənlər olan ərazidəyiksə, həmin kükürt tozu mütləq Sənin üçün, amma təbiət üçün ən başlıcası oddan qorunmaq lazım. Çünki bizim təbiətə vurduğumuz ən böyük ziyan o ola bilər. Alov açıq yandırmaq olmaz. Yəni yandırdınsa mütləq ki söndür və ya tonqal qalırsansa mütləq ətrafında daş düzmək ki, çünki meşədə bilirsiniz də xəzər qatı var, çürüntüdür, tez alışıb yanır və söndürmək mümkün deyil. Ona görə mütləq daşla əhatə edilib. Külək oldu, gedir. Hə, Allah eləməsin, bütün meşə yanır. Daşla hörmək, sonra söndürmək, ondan sonra tonqaldan aralanmaq. İkinci bir məsələ. Meşədə qırılmış, çürümüş odunlar zaten çoxdur yerdə. Ağacları qırmayaq. Çünki ağacı qırmağa zaten ehtiyac yoxdur. Yerdə istədiyimiz odun var. Bunu yığıb istifadə edə bilərik. Nəyə görə gedək budağı qıraq? Özü yetərincə quru odundur, tez alışır. Bəli. Bəzən olur ki, çox əfsus ki, bu hər yerdə var. Həmin odunlar, yerə düşən odunlar tez yanıb bitir deyə. Bəzən əfsus ki, bəzi kamperlər gedirlər ağacın qalın bir budağını kəsirlər ki, qoysunlar səhərə kimi yansın. 2 qat təhlükə yaradırlar. Həm ağacı kəsir, həm də alovu bütün gecə boyu yanıb qalır. Yaxşı, indi bəzi izləyicilər, kamperlər deyə bilər ki, axı biz gecə bir alov yandırmalıyıq, heyvan yaxın gəlməsin. Adi ağ neft yanacağı ilə işləyən lampalar var. Bir dənə ondan asırıq bir yerdən, səhərə qədər yanır, heç bir heyvan da gəlmir. Çarə var. Yeter ki, yaxşı araşdıraq, yaxşı məlumat Yəni alovu deyirsiniz ki, belə deyək, çırpıdan hazır qalasınlar. Bəli, yəni zaten biz məsələn nəsə bişiririksə, özümüzlə kömür aparırıq. Düzdür. Biraz bizə çırpı bəs edir ki, kömürü alışdıraq. Başqa nəyə lazımdır? Yaxşı şəkil çəkdirmək istəyirik, yaxşı görüntü istəyirik. Çırpılardan bir tonqal qaladıq, 5 dəqiqə yandı, 5 dəqiqə nə qədər şəkil çəkmək olar? Əslində səbinə fikir versən, çox elementar qaydalardır. Yəni bunun üçün belə bir qlobal biliyə lazım deyil. Bir məntiqlə düşünəndə doğru söylüyorsunuz. Kömür aparırsansa mütləq onu alışdırmaq və daha sonra təhlükəsizlik qaydalarına riayət etmək mütləqdir. İstəyirəm bir balaca da qida tədarükündən danışaq. Əgər 3 günlük və ya 1 həftəlik kampa gediriksə, kampinga gediriksə, hansı qidaları özümüzlə götürə bilərik? Burada su ehtiyacı da var, təbii ki, seçdiyimiz məkandan asılıdır. Bəzi məkanlar var ki, orada təbii bulaqlarımız var, şəfalı sularımız var. Onlardan istifadə edə bilirik. Digər xarab olmayacaq, xüsusilə yay aylarında özümüzlə hansı qida məhsullarını götürmək məsləhətdir? Bir neçə günlük gediriksə, yəni bu 2 və daha artıq günlük, bizə mütləq ki, ya termoslar lazımdır və ya soyuducu lazımdır. Çünki başqa cür mümkün deyil, yayın istisində. Düzdür, bəzi soyuq içkiləri biz bir paketdə çayın içinə, bulağın içinə qoyub sərin saxlaya bilərik. Amma bu qidalarla alınmır. Nə üçün alınmır? İstənilən bir qidanı biz çayın içinə qoysaq və 5 saatdan artıq saxlasaq, ora artıq bulaqda, çayda olan həşəratlar toplaşmağa başlayır. Bu xərçəngdir, əsasən raçki deyirik də, xərçənglər. O saat, məsələn, bir toyuq qoysaq ora, bir gündən sonra o toyuqdan heç nə qalmayacaq. Xərçənglər yığışır, onu məhv edir. Sudur, bunları qoya bilərik içəcəklər. Amma yeyəcək qidaları mütləq ki, bizim termoslarımız olmalıdır və ya soyuducumuz olmalıdır. Biz yeməkləri sərin saxlaya bilək ki, xarab olmasın. Amma dediyiniz kimi də var xarab olmağa meyilli məhsullar, var gec xarab olan məhsullar. Mümkün qədər buna riayət etmək lazımdır. Quru qidalar ən rahatıdır. Çünki həm tez konservləşdirilmiş qidalar konservləşdirilmiş yox, konservləşdirilmiş yox. O yayda biraz təhlükəlidir istifadə. Quru qidalar biz nədir? Məsələn, qarabaşaq deyirik, makarondur, düyüdür hətta. Bu kimi bulğurdur, bəli, bulğurdur, mərcidir. Doyumludur. Bunlar həm xarab olmur, həm qurd salmır. Soyuducuya da belə bir ehtiyac yoxdur. Bir neçə günlük gediriksə, amma adətən 1 günlük, 2 günlük gediriksə, hamı kebab istəyir. Kimdə gedib qreçka O da yəni ki, ilk günlərdə, yəni ilk gündə bunu etmək olur. İlk günlərdə ki, ət də xarab olmasın, sonraki günlərdə artıq bütün çəkilişləri bitirəndən sonra qreçka yemək olar. Quru qidalarla idarə etmək olar. Ağlıma belə bir sual gəldi. Yaxın evdə ev heyvanları olan insanlar özlərini bir neçə günlük kampa gedərkən onlar da özləri apara bilərlər, yoxsa məsləhət görmürsünüz? O baxır heyvana. Məsələn, it, pişik. Məsələn, nə üçün deyirəm? Meşə elə bir yerdir ki, düzdür, pişik əgər sadiqdirsə gedib təzədən qayıdıb gələcək. Bəli. Bir təhlükəsi yoxdur. Meşənin pişik üçün təhlükəsi yoxdur, amma it üçün onu demək olmaz.
Əgər it meşə şəraitinə öyrəşməyən bir itdirsə, ov iti deyilsə, meşə onun üçün təhlükəlidir. Çünki o bilmədən gecə hər hansısa bir səs eşidər, bu mühafizəyə öyrəşmiş bir itdir. Düşünər ki, mən sahibimi mühafizə etməliyəm. Bəli. Gedər və canavarlar onu məhv edir, geri qayıtmaz. Yəni, bu kimi şey var. Pişiyin amma qorxusu yoxdur. Pişik aparmaq olar rahatçılığı. İti də əgər sizin öyrədilibsə ki, məsələn, 20 metrdən artıq sizdən uzağa getmir, hə, problem deyil. Ən yaxşısı olarmı açmayasan xaltalarını? Elə bağlı şəkildə qalsın. Nə dərəcədə doğru olar? Olar da, amma yay vaxtı olar. Qış vaxtı bu biraz təhlükəlidir. Çünki mən özüm şahidi olmuşam, bizim videoların birində də var ki, biz qış vaxtı Zakatala meşəsində qalmışdıq. Çaqqallar gecə bilirsiniz də başlayıb ulamağa Sağdan bir ərəfəsində. Bizim ov itlərimiz var idi, 7 itimiz var idi. 7 it dərhal başladılar hürməyə ki, çaqqallar qorxsun. Amma gecə saat 1 idi, canavar başladı ulamağa. Bizim 7 it hamı səsini kəsdi. Heç kim səsini çıxartmadı. Səhəri gün, hətta mənim üçün belə maraqlı idi. Səhəri gün itlərin sahibindən soruşuram ki, bəs niyə canavar uyanda itlər səsini çıxartmadı? Dedi, qorxusunlar. Yəni, canavardan ov itləri belə qorxur, səsini çıxartmır ki, canavar onun yerini bilib gəlib parçalayacaq. Ona görə də qış vaxtı canavarlar ac olur deyə, it bilmədən səsini çıxardıb canavar onu parçalayabilir. O kiçik çilə deyirlər Səbinə, böyük çilə deyirlər, o ac vaxtlarında çox təhlükəli olurlar. Söhbətimiz çox maraqlıdır, bundan da maraqlı məqamlara toxunacağıq, amma qısa fasiləmiz var, bizdən ayrılmayın. Ölkəmizdə kamp turizmindən danışırıq və günü-gündən dünyada bu turizm istiqaməti inkişaf etdiyi kimi elə Azərbaycanımızda da böyük maraq var və insanlar kamp turizmi haqqında maraqlanırlar. Doğma diyarımızı, Azərbaycanımıza gəzərək müxtəlif bölgələrdə kamp turizmi ilə məşğul olurlar. Cavid Cavadov bizim qonağımızdır, çölçü, ovçu. Bir daha salamlayırıq sizi və tamaşaçılarımıza da qısa anons etmiş olduq ki, hansı mövzu ətrafında danışırıq. Buyur Rəşad. Çox maraqlı bir mövzudur. Elə həmkarımın söylediyi kimi Azərbaycanda bu sahənin inkişafı, hansı bir münbit şərait və mən istərdim ki, bilim ki, maraq nə dərəcədədir? İnsanlar tərəfindən, gələn qonaqlar tərəfindən və yaxud müxtəlif qurumlar da buna hansı sahədə səfərbər olurlar? Çox gözəl sualdır, yerinə düşmüş sualdır. Bayaq özüm danışmaq istəyirdim, özünüz dediniz. Buyurun, buyurun. Məsələ nədir? Azərbaycanın təbii olaraq kamp turizmi üçün potensialı çox böyükdür. Çünki bizim gölümüz var, çayımız var, meşəmiz var, yarım səhramız var və s. Bəli. Hər bir şeyimiz var. Dağımız var. Bəli, dağımız var, aranımız var, nə istəsəz var. Həqiqətən də bunu digər ölkələrdə də biz danışanda çox fəxrlə deyirik ki, nə klimat istəsəz var Azərbaycanda. Sadəcə olaraq Azərbaycanda artıq çox gözəl, çox yaxşı kamp mərkəzləri yaradılıb. Bu Şəkidə də var, İsmayılda var, Qəbələdə var və s. Sadəcə olaraq bir dənə nüans nədir? Azərbaycanda yaradılan, sağ olsunlar yaradanlar yenə də, sadəcə yaradılan kamp əraziləri biraz çox, necə deyim sizə, daha çox komfort yaratmış olurlar. Bir növ deyirik, kamp ərazisidir, amma otel ərazisi. Təbiilikdən, bu təbiətdən biraz uzaqlaşır. Əslində, məsələn, xarici ölkələrdə kamp ərazisi ayrılan yerlər var da ki, burada kamp qurmaq olar, hər kəs gəlir, həmin yer üçün müəyyən ödənişi edir. Orada şərait olaraq nə qurulub? Yalnız tok çəkilib ki, karvan quraşdırıla bilsin. Cərəyan var. Bəli. Ümumi istifadə üçün bir neçə ayaq yolu və duş var, kabinalar var və bununla da bitdi. Bir də maksimum içməli su çəkərlər. Başqa heç bir şey yoxdur. Gəl, çadırı qur və ümumi istifadə et. O şəraiti bir növ özün yaratır. Özün yaratmalısın da. Yaxşı, düzdür, ayaq yoludur, duşdur, bu hə, tamam, hər kəs özü ilə kabinkası yoxdur, daşıyıb gətirsin. Amma çadırı falan, manqalı, hər bir şeyi özün qur. Amma bizdə qurulaşdırılanlar, bilirsiniz necədir, heç çadır qurulub yurta şəklində, onu yerindən heç tərk etmək olmur. Hazır, elə bir kotej almış olursan da, bu artıq kemping deyil. Ona görə də bizdə, məsələn, kempinglə məşğul olan turizm şirkətləri var. İlk dəfə mən kemping eləyəndə, bilirsiniz, mən də turizmçiydim. Bir 12-13 il bundan qabaq, onda biz çox əziyyət çəkirdik. Çünki bizim auditoriyamız, vətəndaşlarımız buna hazır deyildi. Və kemping də əslində çox maddi baxımdan ucuz başa gələn bir şey də deyil. Bir tur satışa çıxaranda otellə eyni qiymətə gəlir çıxır. O zaman insanlarda belə bir düşüncə var idi. O pulu verənə kimi gedib 4 ulduz oteldə qalaram da, nəyimə lazım, çadırda qalım. Biraz çətin idi.
Amma indi artıq insanlar kampın O nə fikir olduğunu dəyişir. dəyişir. Yəni Bəli. bilir ki, bu kempinqdir, bunun öz marağı var, Bəli. bunun öz ləzzəti var. Otel tamam başqadır. Yəni artıq auditoriya formalaşır. Amma inanın ki, arasında da çox böyük fərq var. Əlbəttə, əlbəttə Bəli, çox. təbiət Bəli. qoynunda zaman keçirmək, vaxt keçirmək, yəni Bir otellə də- müqayisədə bəzən insanlar elə Aha. otel seçərkən də daha yaşıllıqlar, daha təbiət qoynunda, daha Zövqlər qoynunda, müxtəlifdir. Bəli. Çox müxtəlifdir. Həm də burada ailə fərdlərinin, atanın, evladların, həyat yoldaşının, belə deyək, bu kampda bir-birinə daha çox bağlılığı, Bəli. birlikdə iş görməsi. Oteldə Əlbəttə. nədir? Hazırdan hazır açıq deyildin. Mən Elədir. biraz tez istəyirəm ki, hadisələrə varım. Amma kampın bir bambaşqa ləzzəti var. Birlik yaradır. Birlik yaradır. Bəli. Xatirələri də mənə elə gəlir ki, daha çoxdur. Ömür boyu unudulmayacaq xatirələr bəxş eləyir. Cavit bəy, təşəkkür edirik, amma bilirik ki, iyul ayında balıq Aha. mövsümü açılacaq. Bəli, bəli. İnşallah. Bununla bağlı da Səbirsizliklə sizi gözləyirik. studiyamızda gözləyirik. İnşallah, Mütləq gəlin. inşallah gələrik. Bu barədə elə Balıqçılar- danışmayaq inşallah. Balıqçılar səbirsizliklə Aha, gözləyir. bəli, bəli. Yəni mövsüm açılar, siz öz fikirlərinizi, öz İnşallah. tövsiyələrinizi bu sahəyə maraq göstərənləri söyləyərsiniz. İnşallah. Biz Minnətdarıq isə sizə. Mən təşəkkür edirəm kempingdən dəvətiniz üçün. danışdıq. Baxın, müəyyən o əşyalar var ki, bunları alsanız bir ömür boyu sizə xidmət eləyəcək, amma ora xərclədiyiniz pullar isə ömür boyu sizi tərk etməyəcək təəssüratlar Bəli. yaradacaq sizin üçün. Xatirələrə çevriləcək. Bu əşyaları əldə etdikdən sonra yığırsınız ətrafınıza yaxın dostlarınızı. Gözəl musiqi, gözəl təbiət qoynunda zaman və vaxt keçirmək. Tam mövsümüdür. İyun ayındayıq. İyun ayının 12-sidir və üzü yaza doğru çox da havalar istiləşmədən hər birinizi doğma Azərbaycanımızı, diyarımızı qarış-qarış gəzməyə dəvət edirik. Vaxtımız çox azdır. Son olaraq müraciət edənlər hara müraciət edə bilərlər? Sizin səhifəniz, qurum olaraq necə müraciət eləsinlər, sizdən bir istiqamət götürsünlər? Bizim səhifələrimiz var. Həm YouTube, ümumiyyətlə sosial şəbəkələrdə Necədir? var. Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası, Aha. ATOTA olaraq qısa olaraq Aha. bizim səhifəmiz var. Oraya müraciət edə bilərlər. Nəsə yardım lazımsa qulluqlarında. Ovçu, çölçü Cavid Cavadovdan bu tövsiyələri eşitdik. Uğurlar olsun dostlar.